bu binanı ərsəyə gətirən, bu binanı xalqımıza, Azərbaycanımıza hədiyyə edən böyük kişilər olur, böyük kişi olur. Bu adamımızın adı. Biz özümüzə borc bilirik ki, onun tikdirdiyi və bizə miras qoyduğu gözəl binada bugün universitet kimi fəaliyyət göstərərək həm də onun əziz xatirəsini. Mən əminəm ki, Musa Nağıyevin doğru bugün burada hər zaman bizi müşahidə edir. Biz bu münasibətlə özümüzü tədbiri təşkil etmişik və Musa bəyin arasında bunları kanıtladığını bizim tədbir və hər zaman babasının birisini çox hörmətlə yanaşan üzümlədir. Və hər bir şəxs istər ki, mən düşünürəm ki, tədbirə başlamamışdan öncə Musa Nağıyevin əziz xatirəsini bir dəqiqəlik Allah rəhmət eylesin. Musa Nağıyevin ruhu qarşısında baş əydən böyük hörmətlə, ehtiramla yad edirəm və biz çalışacağıq ki, Musa Nağıyevin bu binanı tikdirən zaman ürəyində tutduğu təhsillə bağlı elmlə bağlı arzularını gerçəkləşdirir. Diqqətinizə görə təşəkkür edirəm və bizim burada bir kiçik video çarx hazırlanır. Biz o video çarxa baxaq, ondan sonra isə müzakirələrimizi davam edir. Tikdirdiyi binaların sayına görə Bakı milyonçuları arasında birincilik qazanmış Musa Nağıyevə Sovet hakimiyyət illərində istismarçı kapitalist davası vurulmuşdu. Musa Nağıyev 1849-cu ildə Bakının Biləcər qəsəbəsində kasıb ailədə anadan olub. Atası Hacı Əlnağı Məmmədoğlu ailəsini saman satmaqla dolandırırdı. Musanın anası Ruqiyyə Məşədi Məmmədyar qızı isə evdar xanım idi. Varlığından sonra kasıblıqda çəkdiyi əziyyətləri unutmayan Nağıyevin var dövləti Hacı Zeynalabdin İsmail dünyasını dəyişir. Musa İsmailiyyə binasını tikməyə qərar verir. Bina istedadlı palyak memarı Yosif Ploşkanın ilk işi olub. Qızıl rəng və əlvan mərmər daşların istifadə olunduğu bu tikili Venesiya saraylarının təcəssümüdür. 1913-cü il aprelin 7-sində istifadəyə verilən İsmailiyyə binası böyük bir mərkəzə çevrilir. Zaman-zaman burada siyasi müzakirələr də aparılırdı. 1917-ci il aprel ayının 26-sında xalq müəllimlərinin iştirakı ilə tələbə konfransı bu binada keçirilir. İçəri şəhərin fonunda İsmailiyyə nadir memarlıq nümunəsi olaraq bugünədək diqqət cəlbidir. 1918-ci ilin mart ayında Bakı Qırmızı Qvardiyanın atəşi altına düşəndə ilk müsəlman xeyriyyə cəmiyyətinin dayağı olan İsmailiyyə binası müqavimət mərkəzindən biri olur. Aramsız hücumlara məruz qalır. Hətta ermənilər binanın yandırmağına nail olurlar. Saman satan Hacı Nağılın oğlu Musa 11 yaşında amballıq edərək əlinin qabarı ilə qazandığı pulun hesabına 49 yaşında milyonçuya çevrilmişdi. Atası ona bacardığı qədər bina tikdirməyi nəsib edir. Bakıya xüsusi üslub gətirən, onun hüsnündən qərb və şərq memarlıq koloritini bəxş edən qeyri-adi gözəl binaların əksəriyyəti Musa Nağıyevin tikdirdikləridir. 1919-cu il martın 4-də o dünyasını dəyişdi. Onu qala dərdi öldürdü. Musa vəsiyyət edir ki, məni oğlum İsmailin yanında Kərbalada dəfn edərsiniz. Buna görə də Musa Nağıyevi əmanət qəbir kimi Çənəli kəndinə dəfn edirlər. Kərbəla həsrəti ilə yanan əmanət qəbri məcburən 3 dəfə məkanını dəyişdikdən sonra yalnız 1998-ci ildə Biləcəri qəbristanlığında rahatlıq tapır.
Bakıda onlarla bina tikdirən milyonçu Musa Nağıyev kasıblıqla böyümüş, böyük əziyyətlər çəkərək var mülk sahibi olmuşdu. Nə qədər varlı olsa da, o heç vaxt kasıb ailədən gəldiyini unutmamışdı. Hətta bu sadəliyi onun tikdirdiyi binalarda da əks olundu. Gözəl şahidlərimizə Musa Nağıyevin xarakterini bu filmdən duymaq olur. İndi isə böyük məmnuniyyətlə sərvətini maarifə və mədəniyyətə yönəlmiş milyonçu mövzusunda çıxış üçün sözü professor Məhəmməd Paşa. Buyurun Məhəmməd. Qonaqlarımız, dəyərli Bünyə kollektivi. Bugün Musa Nağıyevin işığına toplaşmışıq və söyləmək istəyirəm ki, Azərbaycan Milli Burjuaziyasının görkəmli nümayəndəsi Musa Nağıyev Azərbaycanın, xüsusilə də doğma Bakımızın 20-ci əsrin əvvəllərində modelləşmə, maarifçilik tarixində parlaq bir iz qoymuş şəxslərdəndir. Bu yalnız zəngin neft milyonçusu deyil, həm də dövrünün sosial məsuliyyət daşıyan ən öncül şəxsləri kimi tarixdə qalır. Əməksevərliyi, uzaq görənliyi, vətənpərvərliyi ilə seçilən Nağıyev qazandığı sərvətini şəxsi rifahından daha çox xalqın maariflənməsinə, təhsil və sahələrinə yönəltmişdir. Və onun həyatına biz diqqət etdikdə görürük ki, biz neftlə zənginləşmiş bir Bakı milyonçusu deyil, xalqını düşünən, millətini sevən bir maarif fədaisini görürük. Bu sadəcə kapital sahibi deyildi. İdeal və dəyərləri olan milli məsuliyyəti olan bir şəxsiyyət idi. Xalqın maariflənməsini Azərbaycanın gələcəyi üçün əsas şərt kimi görə Musa Nağıyev tikdirdiyi binaları Azərbaycan memarlığının incilərinə çevrilməklə yanaşı elmi mədəniyyətə xidmət edirdi və Musa Nağıyevin ən böyük arzusu millətini savadlı görməkdir. Təhsilsiz olmasına baxmayaraq, onun sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirin böyük bir qismi məhz gənclərin elminin olmasına yönəlmişdir. O, Bakı Politexnikum, Şamaxı Real Peşə Məktəbi və xüsusilə də bugün biz yığışdığımız Azərbaycanın ən nüfuzlu və qabaqcıl təhsil ocaqlarından birinə çevrilmiş Doğma Universitetimizin yerləşdiyi bina, ölkəmizin elm və maarif tarixində mühüm rol oynamış tarixi Bakı Real Məktəbinin binası kimi bir çox təhsil ocaqlarının tikintisini maliyyələşdirmişdir. Və mən qısa şəkildə əslində Musa Nağıyevin fikirlərinin bir neçə fikrini sizə çatdırmaq istəyirəm ki, onun bu xeyirxah işlərini həyata keçirərkən Musa Nağıyev adının ön plana, hörmətli rektorumuzun da qeyd elədiyi kimi, heç vaxtı adının ön plana çəkilməsini istəmirdi. Və onun məşhur ifadələrindən bir neçəsi haqqında məlumat vermək istəyirəm. O deyirdi ki, mən heç vaxt cəmaata özümü tanıtırmaq istəmirəm, qoy gördüyüm işlər məni tanıtsın. Və yaxud da pul xərcləndə elə xərcləndə ki, özünə qənaət edəsin. Amma insan cəmaat fayda edir. Beləliklə də onun nə qədər bizim fikirlərindən təvazökar olduğunu hiss edir. Musa Nağıyevin xeyriyyəçiliyi ilə bağlı dövrün ziyalıları da çox məlumat vermişlər. Məsələn, maarifçi ideyaların yayılmasında və maarifçi ideyaların yayılmasında o dövrün bir sıra yaxın məşhur ziyalıları haqqında gözəl fikirlər söyləmişlər. Məsələn, Firdun bəy Köçərli yazırdı ki, əgər Bakı şəhərinin daş divarları danışsaydı, Musa Nağıyevin xeyirxahlığını hikayə kimi danışardı. Və yaxud da ki, Əl-Abbas Müznib, Əhməd bəy Ağaoğlu, Musa Nağıyevlə bağlı çox dəyərli fikirlər söyləmişlər. Lakin bu qədər xeyirxah işlər görmüş Musa Nağıyevin
mən bir multikulturalizm mərkəzində rəhbərlik kimi onun multikultural düşüncə tərzinə də toxunmaq istəyirəm, binamız haqqında danışmazdan öncə. O, dini tolerantlığı və insanın dəyərləri ilə bağlı olan bir insan idi. Və baxmayaraq ki, həm mədrəsələr, məscidlər tikintisi üçün də kimi miqdarda iyanə verdiyi qədər qeyri-müsəlman dini icmalarına da yardımlar edirdi. Məsələn, bugün hamının kirxa kimi tanıdığı Alman Lüteran kirxası, bəstəkarlar evi kimi də çox zaman tanınır. Ondan sonra Aleksandr Nevski kilsəsi Yahudilər üçün sinagoqa maddi yardımlar göstərmişdi. Və bununla da Musa Nağıyev çox konfessiyalı və multikultural Bakı modelinin formalaşmasına da öz töhfəsini vermiş bir xeyriyyətçidir. Və Bakının memarlıq simasını formalaşdıran doğma şəhərini öz vəsaiti və əzmi ilə modelləşdirməyə töhfə verən Musa Nağıyev Avropalaşmaq istəyində olanlara da deyildi ki, mən qərbi Azərbaycana gətirəcəm. Və yüksək zövqlə, maarifçi ideyaları ilə Musa Nağıyev öz sifarişləri ilə, bir-birindən gözəl memarlıq inciləri ilə bugün paytaxtımızın simasını bəzəyir. Və bunların sırasında təbii ki, bizim üçün ən dəyərli binalardan əsası bəlkə də deyərdim, bizim bugün əyləşdiyimiz UNEK-in, doğma UNEK-imizin binasıdır. Və bu təhsil ocağının tarixi haqqında məlumat vermək istəyirəm. Əslində bu təhsil ocağının ilkin layihəsi hələ 1892-ci ildə hazırlanmışdır. Lakin texniki və maliyyə çatışmazlığından layihə təsdiqlənmir. 1901-1904-cü illərdə Rus mühəndisi Dmitri Buynov İtalyan intibah memarlığı üslubu əsasında layihəni yenidən işləyir. Və 1907-ci ildə Musa Nağıyev bu layihə əsasında binanın inşasına başlamaq məqsədi ilə şəhər qubernatoruna müraciət edir. Və Bakı Real məktəbinin tikintisi üçün lazım olan vəsaitə ayırmağa hazır olduğunu bildirir. Və beləliklə də o məktəbin inşasını tam olaraq öz üzərinə götürür. 1907-13-cü illərdə bina inşa edilir və dövrünün ən möhtəşəm tikililərindən birinə çevrilir. Bakı Real məktəbi adı ilə fəaliyyətə başlayır. 20-ci əsrin əvvəllərində bu məktəb Azərbaycanda müasir təhsilin və maarifçiliyin formalaşmasında mühüm rol oynayır. Avropa klassik təhsil modelinə əsaslanan və əsasən Rus dilində aparılan bu məktəbdə müxtəlif millətlərdən olan uşaqlar birlikdə təhsil alırlar ki, bu da həmən dövrün nadir multikultural təhsil modellərindən biri hesab oluna bilər. Lakin məktəbdə təhsil almaq həm maddi, həm də sosial səbəblərə görə çox müsəlman övladları üçün əlçatan deyildi. Və bu baxımdan da Musa Nağıyev yalnız binanın tikintisinə böyük məbləğdə vəsait ayırmaqla kifayətlənmir, təhsilin əlçatan olması üçün də mühüm addımlar atır və imkansız şagirdlərin, müsəlman şagirdlərinin təhsil xərclərini öz üzərinə götürür. Və bununla da maarifə, gələcək nəslin savadına, cəmiyyətin tərəqqisinə yönəldiyi xeyriyyə işlərindən biri də bu nümunədən ibarətdir. Və məhz bu qarşıkeşliyi və sosial məsuliyyətin nəticəsində 1908-ci ildən bu məktəb rəsmi olaraq onun himayəsinə verilir. Musa Nağıyevin bu təşəbbüsü təkcə onun xeyriyyətçi kimi deyil, həm də milli maarifçiliyin böyük bir himayədarlarından biri kimi tarixə düşməsinə səbəb olur. Və Bakı Real məktəbi bir çox tanınmış şəxsiyyətləri yetişdirmişdir. Məsələn, onların Bakı Realinin məzunları sırasında akademik Mikayıl Hüseynov, görkəmli kimyaçı Ali Yusuf Məhəmməd Əliyev, Nobel mükafatçısı fizik Lev Landau, türkçülük ideoloqlarından olan Əli bəy Hüseynzadə, dramaturq və yazıcı Əbdülrəhim bəy Haqverdiyev kimi elm və mədəniyyət tariximizdə yüksək iz qoymuş bir sıra şəxsiyyətlər olurdu. Və bu təhsil ocağı Sovet dövründə də 20-30-cu illərdə də öz maarifçiliyi ənənəsini davam etdirmişdi. Bu illərdə bina müxtəlif təhsil müəssisələrinin istifadəsində olmuşdu. 30-cu ildən etibarən isə artıq burada iqtisad yönümlü fakültələr yerləşdirilir və bina Azərbaycanda iqtisadi təhsilin əsas mərkəzlərindən birinə çevrilir. Və beləliklə də 1930-cu ildən bugünə qədər bu bina əvvəlcə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, daha sonra Azərbaycan Dövlət İqtisad Universiteti, bugün isə UNEK adını daşıyan Azərbaycan Dövlət İqtisad Universitetinə ev sahibliyi edir. Bakı Real məktəbi ilə əsası qoyulmuş bu qədim təhsil ocağı xalqımızın maariflənməsi yolunda atdığı mühüm addımların canlı şahididir. Və bu bina Azərbaycanın iqtisadi inkişaf tarixinin simvoluna çevrilibdir. Bugün isə UNEK adı ilə ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından biri kimi tanınır. İllərlə tələbənin təhsil aldığı, müəllimin fəaliyyət göstərdiyi bu akademik mərkəz həm təhsil, həm də binanın quruluşuna görə potensial baxımından böyük rol oynayır. Və bu baxımdan əslində bina yalnız
fiziki deyil, həm də bizim üçün mənəvi dəyəri böyükdür. Çünki burada maarifə, elmə, yeniliyə inanan saysız hesabsız nəsil yetişirdi və yetişməyə də davam edir. Tarixlə nəfəs alan bu tədris ocağında klassik üslubla müasirliyi birləşdirən auditoriyalar bugün bilik və nəsihətlərlə dolu pillələr, innovativ mühit və bu binaya daxil olan hər kəsi heyran edir. Və binaya daxil olan hər kəs, mən əminəm ki, burada hər kəs onunla razılaşar, buradakı xüsusi auranı hiss edir. Və tarix, mədəniyyət və elmi mühiti hiss edir. Divarlarına qədər bilikliyi olmuş bu təhsil ocağında hər bir auditoriya yüzlərlə uğur hekayəsinin səssiz şahididir. UNİK bu tarixi binada fəaliyyətini davam etdirərkən onun yalnız qormaqla kifayətlənməyibdir. Eyni zamanda müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirib. Burada müasir texnologiyalarda təqsis olunmuş tədris otaqları, rəqəmsallaşdırılmış zəngin kitabxana fondları, onlayn təhsil imkanları, interaktiv dərs metodu və innovativ elmi mühit mövcuddur. Musa Nağıyevin maarifçilik ruhu bugün də UNİK-də yaşamağa davam edir. Nağıyevin bu möhtəşəm binanı inşa etdirməklə o millətin gələcəyinə sərmayə qoydu və maarifçi, millətsevərin gələcək nəsilləri bəxş etdiyi bu tarixi mirasa universitetimiz böyük həssaslıqla yanaşır. Yeni nəsli onu tanıdır. Musa Nağıyev kimi bir millətsevərin əziz xatirəsini, bir əsrə yaxın davam edən maarifçilik ənənələrini, milli irsi, əbədi ideallarını daim hörmət və ehtiramla yaşadır. Bugün UNİK öz fəaliyyəti ilə Musa Nağıyevin maarifçilik ideyalarını və sosial məsuliyyət missiyasını uğurla davam etdirir. Az təminatlı tələbələrə dəstək verir. Yeni nəslin bilikli, vətənpərvər və mənəviyyətli formalaşmasında öncül mövqeyini qoruyur. Və bu tarixi binada Musa Nağıyevin xeyriyyətçilik missiyası və təhsillə olan sevgisi hər addımda hiss olunur. Bugün bu binada onun banisinin xatırlanması, gənc nəslə bu irsin tanıdılması böyük mənəvi mədəni dəyər daşıyır bizim üçün. Bugün biz universitetimizin 90 illik yubileyi aslamasındayıq və bu illər ərzində UNİK minlərlə iqtisadçı, alim, sahibkar yetişdirərək Azərbaycanın iqtisadçı və elmi inkişafına mühüm töhfələr veribdir. Universitet bu yubileyi müasir təhsil standartlarına uyğun tədris sistemi, innovativ yanaşmalar, geniş beynəlxalq əlaqələrlə də qarşılayır. Keçirilən bütün tədbirlər, konferanslar, layihələr UNİK-in zəngin keçmişini dəyərləndirməklə yanaşı, onun gələcək perspektivlərini də aydın şəkildə ortaya qoyur. Yubiley ərəfəsində bu tarixi binada keçmişə biz böyük ehtiramla, gələcəyə isə sonsuz inamla baxırıq. Arzum budur ki, bina hələ 100 illərlə Azərbaycan təhsili və elm məkanında öz mövqeyini qoruyub saxlasın. Doğma UNİK-imizə isə milli iqtisadiyyatın, innovasiyaların və intellektual kapitalın formalaşmasında aparıcı rolunu möhkəmləndirməyi və UNİK-ə növbəti 95 ildə daha böyük uğurlar, beynəlxalq yüksəliş, təhsildə və elmdə davamlı yeniliklər arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm. Məbət xanım, çox sağ olun, təşəkkür edirəm. İndi isə böyük məmnuniyyətlə sözü Musa Nağıyev Universitetinin tədqiqatçısı olan Azərbaycan Pedaqoji Universitetinin doçenti hörmətli Talib müəllimə. Salamlayıram hər birinizi, hörmətli cənab rektor, hörmətli professor müəllim heyəti, hörmətli qonaqlar. Bugün təbii ki, çox gözəl bir gündür. Azərbaycan 19-cu əsr Azərbaycan ictimai siyasi həyatında Bakı kimi böyük bir şəhərin həyatında Musa Nağıyev misilsiz rol oynamışdır və qeyd etmək istəyirəm ki, o uşaqlığından etibarən dünyaya gəldiyi gündən 11 yaşa qədər çox qeyd olunduğu kimi o məşəqqətli həyatdan sonra 11 yaşından o çox çətin bir yükün altına girmiş, atasından qalmış borcu da öz üzərinə götürərək qısa bir müddət ərzində demək olar ki, əldə etdiyi qəpi-qəpi vəsaitlər hesabına özünə gəlmiş və 18 yaşında artıq o 2000 rublə belə deyək ki, vəsaitini demək olar ki, çox böyük bir məbləğə yüksəldə bilmişdir və təbii ki, onun bu işində ən böyük düstur təbii ki, qənaət olmuşdur. Qənaət hər bir milyonçunun əsas təməlidir, prinsipi üzərində öz həyat prinsipidir, kredosunu qurmuş Bakı milyonçusu Musa Nağıyevin
gördüyü işlər təbii ki, qısa bir müddətdə öz bəhrəsini verməyə başladı və Bakıda gözəl bir şəhərə çevirən şəxslərdən biri də Ağamusa Nağıyev olmuşdur. Ağamusa Nağıyev Bakının o zaman ictimai siyasi həyatında 11 milyoncudan biri olmuşdur ki, onun qoyduğu vəsaitlər hesabına bugün Bakımız gözəl bir şəhərə çevrilmişdir. Məhz bu küçələrdən keçdiyimiz zaman onun tikdirdiyi binalar Bakıya xüsusi əsrarəngiz gözəlliklər bəxş etməklə yanaşı, eyni zamanda onun vəsaiti hesabına minlərlə insan iş yerləri əldə etmiş, yeni müəssisələr tikilmiş və o zamanki xalqı, o belə demək mümkündürsə, o çətin vəziyyətdən xilas etməyi bacarmışdır. Mən qeyd etmək istəyirəm ki, Bakıda həmin dövrdə neft bumu baş vermişdir və birdən-birə birisi 1872-ci ildə iltizam sistemlər olunmuş. Bakıya çoxlu sayda həm xaricdən, həm də daxildən demək olar ki, insanlar kapital qoymağa başlamışdır. Nobel şirkətləri, eyni zamanda Rothschildlər, Bişavlar, Montaşov qardaşlar və digərləri bu işdə xüsusi rol oynayırdılar. Ancaq bundan yanaşı Azərbaycanın o zaman 11 milli kapitalisti də yetişmişdir ki, bunlardan biri Ağamusa Nağıyev, Hacı Zeynalabdin Tağıyev, Murtuzan Muxtarov, İsa Bəyazınski və digərləri. Və təbii ki, bu insanlar qarşısında duran ən mühüm məsələ təbii ki, pul qazanmaq, vəsait əldə etmək və bu vəsaitdən səmərəli şəkildə istifadə etməkdir. Mən qeyd etmək istəyirəm, bir statistik məlumatı qeyd etmək istəyirəm ki, Bakıda həmin dövrdə 200-ə yaxın neft şirkəti fəaliyyət göstərirdi ki, onlardan təbii ki, 167 neft sənayesindən 49-u məhz Azərbaycanlılara məxsus idi və 1914-cü ilin arxi materiallarına görə Bakıda 58 Azərbaycanlı sahibkara məxsus olan 83 firma fəaliyyət göstərirdi və 1901-ci ildə Bakıda neft hasilatı təxminən 672 milyon quda çatmışdı və məhz həmin ildə də Azərbaycan, yəni Bakı neft sənayesində dünyada deməli Amerika Birləşmiş Ştatlarını ötüb dünyada birinci yerə çıxmışdı. Məhz bu kişilərin əməlinin sayəsində idi ki, Bakı tarixdə ilk dəfə olaraq neft sənayesinin hasilatına görə dünyada ilk yeri tutulmuşdur. Təbii ki, yəni Ağamusa Nağıyevin fəaliyyətinin əsas məqsədi onun Bileybəkdə ilk olaraq əldə etdiyi torpaqdan qazdırdığı, neft quyusu adı ilə qazdırdığı su, belə deyək də, əkin sahəsi üçün qazdırdığı su quyusundan neftin çantan vurması oldu və təbii ki, bu onu bir gecənin içərisində Bakı milyonçusuna çevirmiş oldu. Və 1879-cu ildə 30 yaşında olarkən onun artıq 30 min rubulluq əmlaka malik olduğu deyilir. Təbii ki, Ağamusa Nağıyev qısa bir müddət ərzində bütün, hətta Çarın öz diqqətini cəlb etmişdi və Çar II. Nikolay tərəfindən gördüyü bütün işlərə qarşılığında ona deməli neft kralı adı verilmişdir və təbii ki, onun vəsaiti qısa bir müddət ərzində Hacı Zeynalabdin Tağıyevin vəsaitini də ötüb keçmişdir. Və onun təbii ki, gördüyü işlər saymaqla qurtarmaq olmaz və təbii ki, o qısa bir müddət ərzində 2-ci gildiyə tacir hüququ əldə etmişdir. Sonradan isə ona 1-ci gildiyə tacir hüququ verilmişdir və o zaman Rusiya İmperiyasının cəmi 17 nəfər Azərbaycanlı 1-ci gildiyə tacir hüququ əldə etmişdir. Onlar son dərəcə varlı, zəngin adamlar hesab olunurdular. Deməli, 1-ci gildiyə ticarət hüququ onlara hansı imkanlar verirdi? O imkanları verirdi ki, həmin tacirlər Rusiya İmperiyasının istənilən şəhərlərində, istənilən quberniyalarında sərbəst topdan və pərakəndə satış imkanları əldə etmək hüququ verilirdi. Və bundan yanaşı, həmin dövrdə Hacı Zeynalabdin Tağıyevlə dost olan Musa Nağıyev bircə onlar şəhərin qurulmasında yaxından iştirak etmişlər. Bir-birlərinin tövsiyələri, hətta özünü tez-tez şəhərin gəzintisinə faytonla çıxarmışlar. Hansı yerlərdə, hansı çatışmazlıqlar varsa, onları birgə düşünər, birgə həyata keçirərmişlər. Onun milyonçu xeyriyyətçilik fəaliyyəti ilə yanaşı, eyni zamanda onun xeyriyyətçilik, maarifçilik fəaliyyətini xüsusi olaraq qabartmaq lazımdır ki, həmin dövrdə Bakıda bilirsiniz ki, qız uşaqlarının oxudulmasına Bakı qoçları o zaman imkan vermirdilər. Onları qız uşağı nədir, təhsil almaq nədir, onlar... Yəni, belə məhdud bir şəraitdə Hacı Zeynalabdin Tağıyev, o da heç bir təhsil almışdı, mollaxana təhsil almışdı, ümumiyyətlə heç bir təhsil yox idi. Və bunlar Avropada o mədəniyyətin, o sivil həyatın bütün gözəlliklərini görüb, onu Azərbaycanda tətbiq etmə arzusuyla yaşayırlar və
belə bir hallardan biri də bilirsiniz ki, bu Əlyazmalar İnstitutu vaxtilə Bakı Qızlar Məktəbi olmuşdur və onların hər biri o içəri şəhərdəki ailələrlə gedir, orada ailə başçıları ilə tanış olur, onların söhbətlər aparır və onların əllərinə o qız uşaqlarını alıb gətirib məhz həmin real məktəbdə, belə deyək, Qızlar Məktəbində oxunmasına şərait yaratmışdır. Və mən həmişə deyirəm tələbələrə ki, qızlar məhz bu şəxslərə minnətdar olmalıdırlar ki, onları təhsilə, elmə cəlb edən kişilər məhz bu insanlar olmuşdur. Məhz onların fəaliyyəti, Ağamsa Nağıyevin məhz o fəaliyyəti nəticəsində məktəbdə oxuyan qızların ümumi sayı, Azərbaycanlıların sayı, ümumi məktəbdə oxuyan qızların 50%-nə bərabər oldu. Bu böyük bir rəqəm idi və təbii ki, bu fəaliyyətinə görə də onun müstəsna olaraq qeyd etməliyim. Musa Nağıyevin fəaliyyəti təbii ki, bununla da bitmirdi. O, Azərbaycanda ilk bankın yaradıcısı olmuşdu, onun sədri olmuşdu. Qara şəhərdə ilk neft emalı zavodunu tikdirmişdi. Xəzər dənizində ilk tankerdə tankerlərdən biri də ona məxsus olmuşdu. Bununla yanaşı, eyni zamanda o balıq və təgə sənayesinə də xüsusi maliyyə sərf etmişdir və həmin dövrdə təbii ki, balıq sənayeciləri cəmiyyətinin yaradıcılarından olmuşdur. Təbii mən xeyli danışa bilərəm, fikirlərimi xeyli uzada bilər, amma mən qeyd etmək istəyirəm ki, deməli, onun ümumi sərvətinin miqdarı 1918-ci il arxın məlumatlarına görə 413 milyon rubl olmuşdur ki, bu vəsait təbii ki, dünya banklarında yerləşir. Bugün özündə də o dünya banklarındadır. Sadəcə olaraq onun məbləği hardasa indirici pulla 1 milyard dollara yaxın bir vəsaitdir. Təbii ki, o vəsait də bugünkü günə qədər də dünya banklarında saxlanılmaqdadır. Və təbii ki, deməli 1918-ci ildə, 19-cu ilin martında 70 yaşında dünyasını dəyişən Musa Nağıyev Bakıda 98 bina inşa etdirmişdir və bu binaların hər biri Bakıya əsrarəngiz gözəllik bəxş etmişdir. O binalardan biri də məhz bizim bugün çıxış etdiyimiz bu möhtəşəm binadır ki, təbii ki, misli tay bərabəri olmayan bir binadır. Bununla yanaşı, bunun yanında İsmailiyyə binası xüsusilə Bakımıza gözəllik bəxş edir və Bakının incisi kimi qəbul etmək olar o deməli. Təbii ki, həmin dövrdə 1919-cu ilin 5 mart qəzetinin, Azərbaycan qəzetində qəzeti Musa Nağıyev haqqında yazırdı. Musa Nağıyev ən orijinal şəxsiyyətlərdən biri, təbiətən intihasız enerjili, mükəmməl formalaşmış bir insan həyatdan getmişdir. İri kapital sahibi olan Musa xalqının bütün tələblərinə rəğbətlə yanaşıb, elə bir əhəmiyyətli ictimai məsələ olmayıb ki, orada onun əvəzsiz xidməti olmasın. Rəhmətliyin xidmətləri onun xalq arasında xatirəsini əbədi yaşatmağa qadirdir. Təbii ki, mən fikrimi sonda qeyd etmək istəyirəm ki, Bakı milyonçuları, 11 Bakı milyonçularının xatirəsi həmişə Azərbaycan xalqının qəlbində əziz olaraq qalacaqdır və belə bir təklif də etmək olar ki, bu 11 şəxsin həyatını əbədiləşdirmək üçün Bakımıza yeni həyat bəxş edən bu insanlara bir memorial abidəmi deyək, bir gözəl şəhərin mərkəzində gözəl bir abidənin qoyulması çox gözəl olardı və təbii ki, onların ruhu da deyərdim ki, şad olardı. Təşəkkür edirəm, minnətdaram, diqqətinizi görə çox sağ olun. Çox sağ olun. Mən bir dənə qısa bir sual vermək istəyirəm, özüm üçün maraqlıdır. Qardaşlarıdır, bir çox şirkətlər bura təşrif buyurmuşdular, yəni bu şirkətlər buradan çox erməni qardaşları da var ki, buradan çox böyük gəlirlər hesab, hətta onlar 1 milyon vəsaiti İngiltərədəki erməni İngilis bankına qoymuşlar və həmin dövrdə Bakıdan qazandığı həmin o pullar hesabına dünyada erməni diasporunu maliyyələşdirirdi. Həmin o montaj oldu, yəni qardaşları. Belə demək mümkündür. Bakı o zaman belənlər bir şəhər idi və bura dünyanın bir çox ölkələrindən iri kapitalistlər axıb gəlirdilər. Amma çox sevindirici haldır ki, bu kapitalistlər içərisində 11 Azərbaycanlı imzası da var idi. Buna sualın mənası ondan ibarətdir ki, mən istəyirəm növbəti sual olaraq soruşum ki, 11 milyoncu Azərbaycanlı Bakıda bu qədər gözəl binalar tikdilər. O digər Azərbaycan nefti hesabına milyoncu olmuş xaricilərin Bakıda qoyduğu iz haqqında bir tədqiqat varmı ki, onları biz müqayisə edirik və 11 Azərbaycanlı milyonçuluq bu qədər iş gördü. Amma o birisi xarici milyonçuların sərvətli yəqin dəfələrlə çox olur da, bizim 11 milyonçuluqda. Həmin dövrdə, yəni, Azərbaycanın nə etdilər? Yoxsa bizim sadəcə sərvətimizi?
Manaf Süleymanovun eşitdiklərim, oxuduqlarım, gördüklərim kitabı var. Yəqin ki, bu kitabı çox adam oxuyub. Orada da Bağda əhvalat olan hər kəs də bilir ki, deyirlər, bir gün gəlirlər ki, Hazırlarını tarif edirlər ki, Hazır bəs şəhərin aşağı hissəsində erməni qardaşlar orada böyük bir binalar tikirlər belə falan. Deyir ki, qoy tiksinlər bizə qalır, onsuz da bizə qalacaq. Bundan yanaşı mən qeyd etmək istəyirəm ki, yəni həmin kitabdan da əlavə bir çox Bakı milyonçularına aid Mehman Süleymanovun da kitabı var ki, bu kitablarda da qeyd olunur ki, Nobellərin qismən Bakıdan əlavə bu dağ mədən sənayesi şirkətləri Gədəbəy istiqamətində olan yerlərə olan çoxlu vəsaitlər qoymuşdular və həmin yerlərdə onların Azərbaycan xalqına xidməti oldu ki, onlar yeni iş yerləri açırdılar, insanları burada yeni işə cəlb edirdilər və buradan qazandıqları vəsaitin müəyyən cüzi bir hissəsini Azərbaycanın belə deyək ki, inkişafına xərcləyirdi. Amma böyük bir qismini isə onlar öz ölkələrinə yatırımlar edirdilər. Çok sağ olun. Nuri Hacı Zeynal Karayev'le bağlı bu son kitap, sənin kitabın adında deyirəm, nəzərlikcə çıxıb belə türksüz müəllifin adında çox üzr adında deyir. Nəzərlikcə çıxıb mən Hacı Zeynalabdin Karayev haqqında oxuduğum ən mükəmməl kitablardan biridir. Fərhad Cabbarov. Fərhad Cabbarov. O kitab oxuduqca adamın ürəyi həqiqətən qan atır. Azərbaycan xalqına canını fəda etmiş milyonçulara hansı zulmləri ediblər? Şura hökuməti, seyrənlər. Belə özbaşınalı oldu. O reket deyildi, Sovetlər. Həqiqi reket oldu. Reketlər heç olmasa ailəyə, uşağa belə də, o mənəvi müəyyən böyüklərlikləri olurdu. Şura hökumətində o mənəviyyət çərçivəsi də var. Tamamilə doğrudur. Yalnız onların yaşadığı evləri özlərinə, məsələn, Hazır Abdül Tarih və Mərdəkandakı evindən başqa bütün nə varidatı var, hamısını əlindən alıblar. Onlar sadəcə onların övladları da çox bir kasır, rəzil bir vəziyyət. Ona görə də biz bu irsi gənclərə ötürməliyik. Gənclər nümunə götürməlidirlər ki, milləti, vətəni sevən necə olur? Və o sevgi 100 il yox, 3 il, 300 yox, 500 il keçsə də o sevgi tükənməz. Əksinə, mən sizin inandırım ki, 100 illər, 1000 illər keçdikcə öz vətənini, tarixini sevən Azərbaycanlı övladların bu insanlara sevgisi ancaq artacaq. Ancaq artacaq. Yəni bu həqiqətdir, yəni bu tədbirin elə mənası da olur. Olsun, biz anlamalıyıq. Biz tarixi tez unudan milləti sevənməliyik. Amma tarixdən çox ibrətlər götürməliyik biz. Olduqca çox. Bu ibrətlərdə ancaq bu belə kişilərin həyatından götürülə bilir. Ki, savadsız olmasına baxmayaraq, vətən millət sevgisi təhsilə bağlı bir şey deyil. Bu pula bağlı bir şey deyil. Bu, yəqin ki, bir Allah vergisidir. Ki, bu vergi də bizim Azərbaycanlıqda olub ki, bu vətənini, millətini bu qədər sevib ki, o qədər. Görsün, deyir, qərbi Azərbaycana gətirəcək. Böyük bir fəlsəfədir, bu həyat fəlsəfəsidir. Ki, bu vətəni nə qədər sevir. Yəni o, mən anlayıram ki, Azərbaycanda o dövrdə indi Talih müəllimdə deyildi, qızların məktəbə getməsi ilə bağlı Bakı qoçuları imkan vermirdi. Amma buna baxmayaraq, bu digər milyonçular, Zeynalabdin Tağıyev qızların təhsil alması üçün elə bir ki, axına qarşı gedirlər. Mən inanıram ki, indiki zamanda ola bilsin ki, qızların təhsili ilə bağlı belə canfəşanlıq edən, hətta indi də elə çox azadlıqlar var. Yəni, bu qız və oğlan bərabər hüquqludur, onu demək istəyir. O dövrdə, müsəlman ölkəsində və o zaman Bakıda Azərbaycanlılar azlıqda olurlar. Ermənilər, Ruslar burada çoxluq edir. Onlar bilərəkdən, indi dedi bu da, erməni qardaşları neft olub, bunlarını İngiliz Erməni bankına çağırıb qoyublar.
Allah bir daha Musa Nağıyevə, valla belə kişilər haqqında eşidəndə, belə Təbrik etməliyik. duyanda adam həqiqətən belə qürurlanır ki, mənim millətimə ki, neçə, nə zaman, hansı əsrdə, hansı şəraitdə bu millət üçün nələr edib Seyran bəy. Budur milləti sevmək və elə adını binalara yazdırmamağın özü böyük bir örnəkdir. Ki, yoxsa elə kameraya düşmək müddətlərdir və ki, kameraya düşün, amma bunlar, bu şəxslər, bax, milyonlarını verir və mənim adını deyir, yazmır. Millət və bizim millət də şükürlər olsun, böyük millətdir, belə şəxsləri unutmur inşallah. Tarih Məhəmməsə çox Təşəkkür edirəm. maraqlı çıxışınız üçün. Bizim Slavyan Universitetinin professoru Şəlalə xanım Həsənova buradadır. Böyük məmnuniyyətlə Şəlalə xanım sizi dinləyək. Dünən televizorda gördüm. Dünən idi, o sıralar Hörmətli sədalət, hörmətli tədbir iştirakçıları, mən deyərdim ki, eşq olsun niyyəti, kamillik olan insanlara. Və bugün bu zalda, sədalətdə əyləşən və bu məclisi aparan Ədalət müəllim Muradov, hörmətli alimimiz, professorumuz, məhz niyyəti, kamillik olan insanlar. Çünki UNIC adı bugün dünyada məşhurdur. Dünya reytinglərində Azərbaycanı tanıdan bir brendə çevrilib. Buna görə mən bir Azərbaycan vətəndaşı öz təşəkkürümü bildirirəm və fəxr edirəm. Çünki mənim babam Şamil Əliyev bu universitetin rektoru olub. O 29 yaşında rektor olub və Azərbaycanın ilk elmlər namizədi olub. Bu baxımdan çox sevinirəm ki, bu universitetin ənənələri bu qədər gözəldir, bu qədər davamlıdır. Abidələr Bakının daimi sakinləridir. Və əlbəttə ki, Musa Nağıyevin yaratdığı abidələri görəndə biz onu öz sıralarımızda hiss edirik. Çünki belə insanların qanadları bizə ruh verir və onlardan biz əzəmət alırıq. Və biz daima hiss edirik ki, bu kişilərin yaratdıqları göstərir ki, Azərbaycan xalqı yaratmağı, yaşamağı bacaran bir xalq olub. Deyirlər ki, insanları analar həyata gətirir, xalqları isə müəllimlər və Musa Nağıyev kimi nəhəng düşünən insanlar məhz ona görə təhsilə xüsusi önəm veriblər ki, bu xalq böyüsün, ucalsın. Və Tağıyev filmindədir biz bunu görürük. Orada Musa Nağıyevlə Tağıyevin dialogu verilir və onları düşündürən odur ki, niyə Çar Rusiyası məhz xalqa hörmətsiz yanaşır. Ona görə də bu insanlar təhsili önə çəkiblər ki, Azərbaycan xalqı bu savadsızlıqdan qalxıb, ucalsın və savadlı təhsilli insanlar kimi parlaya bilsin. Biz Musa Nağıyev kimi şəxsiyyətlər haqqında düşünəndə fəlsəfi fikirlərə dalırıq. Nəyə görə? Çünki biz görürük ki, belə insanlar sübut ediblər ki, Allah insana özünü reallaşdırmaq üçün yaradır. Və bu reallaşdırmaq düsturunu bu biografiyalarda biz görürük. Biz görürük ki, bu insanlar reallıq miqyasından daha geniş düşünüblər. Və inanırıq ki, belə geniş düşünməklə biz Azərbaycanı, özümüzü, xalqımızı daha geniş miqyaslarda tanıda bilərik. Sizə dərin təşəkkürünü bildirirəm. Bu yubileyində qeyd etdiyimiz Dilarə xanıma demək istəyirəm ki, Dilarə xanım, siz çox mübarək bir xanımsınız. Mən sizi tanımağıma çox şadam. Çünki siz öz fəaliyyətinizlə, babamızın irsini tanıtmaqla, yaşarmaqla bizim gənclərə örnəksiz, həmişə belə təravətli, gözəl olasınız və hər səhər duranda düşünəsiniz ki, mən nə qədər xoşbəxtəm. Çox sağ olun. Sizə təşəkkür edirəm. Mən sizə bir dənə sual verəcəm.
Bizim universitetimizdə biz xeyli vaxtdır bir ənənəyə başlamışıq. Bizim universitetimizdə rəhbərlik etmiş, dünyasını dəyişmiş rektorların məzarlarını ziyarət edirik. Ne güzel. Amma bu Musa Nağıyevin yəqin ruhu bizə yardımcı oldu. Biz Şamil Əliyevin qəbrini ziyarət etmək istəsək də, amma onun qəbrinin yerini tapa Bu ikinci fərqli Mən xiyabandır. sizdən çox xahiş edəcəm Şəlalə xanım. Bizim Şahid müəllim prorektordur, bu işlərə o rəhbərlik edir. Siz onu babanızla bağlı zəhmət olmasa bütün məlumatı verir bizə. Biz universitet rəhbərliyi Şamil müəllim qəbrini ziyarət edilir. Siz də dəvət edəcəksiniz. Bu bizim borcumuzdur, bu həm də bu tərbiyə forması. Bu bir daha sizin böylüyünüzü göstərirlər də. Mən yox, tam yerdən deyirəm. Maraqlı çıxışımıza görə inşallah payıza doğru şahid var. Biz Şamil müəllimi ziyarət edirik. Çok sağ olun. Siz sağ olun. Qranda xanım da bizimlədir. Nəsirova Pedaqoji Universitetin doçentidir. Gəlməyin Qranda xanım. Üzürlü sayın Ziyadxan burada. Mənə siyahı verilib, mən siyahı verilib. Onda Dilara xanımı cəzalandırarıq da, prorektor artıq başa düşür ki, cəza yetişir. Bahar xanım da var. Bahar xanım Qasımova'nı əvvəla salamlayırlar, xoş gəlmişsiniz. Mən sadəcə onu demək istərdim ki, Qoşulur. üzürlü sayın yerdən danışam, teşekkür edirəm. Mən Dilara xanımla artıq neçə tədbirdə iştirak edirik və orada çıxışlarım olub. Və bugün çox gözəl bir auditoriyada oturduğuma görə sizlərə teşekkür edirəm. Dilara xanım qırılmaz tezlərlə vətənin və xalqına bağlı olan Musa Nağıyevin keçdiyi xeyriyyəçilik missiyasını bugün davam edir. Onu mən demək borcumdur. Çünki o həm də bizim təşkilatlı idarə heyətinin sədridir, böyük bir təşkilatdır. İlk qadın hərəkatıdır, Aynə Sultanova tərəfindən yaradılıb 20-ci ildə və 90-cı ildə ikinci dəfədə Ədliyyə Nazirliyindən ilk qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçən bir təşkilatdır. Hal-hazırda 75 mindən çox üzvü olan bu təşkilat bütün sahələrdə Azərbaycanın dövlətinin, dövlətçiliyinin qorunması üçün bütün sahələrdə faal iştirak edən xanımlar ətrafımızda idarə heyətinin üzvü və sədr müavini Dilara xanım da bu xeyirxah işləri davam etdirir. Hətta xaricdə təhsil alan bizim Azərbaycanlı tələbələrimizə də təqaüd və öz babasının adının təqaüdü ilə də onlara dəstək olur. Bugün onun 85 yaşını qeyd edirik. Ona arzu edirəm ki, bax bu missiyasını yerə qoymasın, daim çalışsın, yazsın, yaratsın və babasının bütün məziyyətlərini bax bu 10-cu kitabında qeyd edir. Mən arzu edərdim ki, bütün tələbələr bu kitabı əldə etsin və burada daha çox həyat və fəaliyyəti göstərilir Musa Nağıyevin. Bugün burada əlbəttə bütün hadisələri tərənnüm etmək olmur, demək olmur. Ancaq bu kitabı oxusalar müəyyən qədər bilikləri də artar. Mən bir faktı dünən özüm, bizi də müsaman edib, özü demişkən hamımızı və mən dünən bir faktı əldə etmişdim. Onu istəyirəm çatdırım həm sizlərə, həm tələbələrə. İsmailiyyə binasının tikdirilən anda deməli, Musa Nağıyevin götürdüyü o torpaq sahəsində qubernatorun icazəsi ilə İsmailiyyə binasının tikilişinə başlayırlar. Və belə olur ki, İsmailiyyə binasının arxitekturası və layihəsində qoşa qalaq içəri şəhərin divarlarından 1 metr 20 santimetr içəri keçməli olmalı olur. Qubernator icazə verir ki, o divarı sökün. Ondan öncə də Qız Qalasının qarşısında olan divar sökülür. Yəni, bilirsiniz tarixi, orada divar var idi. Musa Nağıyevin müraciəti var, atam belə deyildi. O da deyir ki, atam, o özgəsinin haqqına mən girə bilmərəm. Qoy mənim divarım əydi olsun, onu sökmür. Qubernator 2 dəfə təkrar edir ki, sökün və tikən gözəl binanı. Musa Nağıyev buna icazə vermir. Bununla demək istəyirəm ki, Musa Nağıyev öz şəxsi mənafeyini heç vaxt üstün tutmur, digərlərinin haqqına girmir. Ona görə Allah ona da qəm-qəm rəhmət eləsin, Dilara xanıma da uzun, sağlıqlı ömür versin ki, araşdırmalarını hələ də davam etsin. Teşekkür ederim.
Çok sağ olun. Teşekkür ederim. İsmailiye binası hakkında bir mucize. Her şey dışarı. Allah İsmail'e. Onun da Uşak olsun ve bizim burada düşmeden önceden bilmemişim. Şimdi Siyerra Merkezi'nin üniversitemize geldi. Bizim için büyük şereftir. Siyerra Merkez'in qələm əhli haqqında söhbət düşəndə 3 nəfər göz önünə gəlirsə, onlardan biri Seyranımızdır. Mənim fikrimdir. Seyran Məlim'in çox gözəl qələmi var. Seyran Məlim çox maraqlı bir insandır. Gözəl və atmacaları və zarafatları var. Yəni, bugün zarafatın atmacanın yeri deyil. Böyük məmnuniyyətlə mən sözü Seyran Məlim. Sizə verəcəm. Buyurun. Hamınızı hoş gördük. Ben hürmetli Adalet Müəllimin dövründə belə deyək də, ikinci nəfərdir burada tədbirdə iştirak edirəm. Valla mən ömrümün bir 60 yıl tədbirlərdə olmuşam. Ama belə tədbirdə olmamışam. Yani bu istiqamətdə, bu marşrutda tədbirdə iştirak eləməmişim. Heç adam da öz doğma, əziz milyonerləri haqqında tədbir keçirlər. Görməmişik, görən varsa əlin qaldırsın. Görməmişik. Və elə biz görməmişik, ümumiyyətcə görməmişik, orada gedirik, Allah bizə göstərsin. Nə göstərər, özü bilər. Mən yaddaşım güclü deyil, Adalet Müəllim, sizə və bu işdə sizə yardımcı olanların hamısına təşəkkür edirəm. Bilirsiniz, elimizdə olanımızda belə bir şey var. Deyək ki, kişi haqqında danışanda eşidənlərə daha səmimi gəlir, elə deyil. Məsələn, Allah uzaq etsin, bir böyük bir kişi haqqında bir sıfırdan, %5% bir kişi danışanda nətər gələr ki, bu nə danışır, geçsin, işinə məşğul olsun. Yəni, bu mənədə mənim çox xoşuma gəldi. Bakı milyonçuları 11 milyonçu bəyəkləri orada oturanda ürəyimdən keçdi ki, Allah, nə olardı, sənə qurban olum. Mən Allah'ımı sevirəm, dindən deyiləm. Özümdə şərqşinasam, 5 il farsça oxumuşam, 5 il farsça işləmişəm, 2 il ərəbcə oxumuşam. Tüm dünyanı gəlmişəm, Sakit Okeanından başqa. Nədir? Şimal Buzlu Okeanından başqa da üşüyürəm, onun üçün oraya getməmişəm. Allah'a deyirəm, Allah, nə olardı? İndi Azərbaycanda maşallah, indi özümüzdə xeyli milyonçular var. Öyle deyil. Öyle sahi 100, mesela bir bak 11 olub Azərbaycanlı. İndi bəlkə də onu 10'a vursan, 10 dəfə 11 neçə bir şarak. Sen sabah Siz ona pula çekiyorsunuz. Yani ürəyimdən keçir ki, Allah, onlar belə bu indiki bu milyonçuların bunların içində də yaxşısı var, belə deyək. Ama ne olar, elə indiki bu yüzlərlə milyonçudansa bu 11 nəfərdən ikisi üçün bax, indi verəydin də Azərbaycan xalqına, elə deyil. Özdə, mən də bir bəy qardaşım burada çıxış elədi, o yaxşı bir təklif elədi o. Abidə məsələsi. Mən də istəyirəm ki, ümumiyyətcə, bilmirəm, Adalet Müəllim, biz göydə uçan adamlarıq, ayağımız hərdən yerə dəyir də, laf belə. Yazı pozu söz adamı, söz hardadsa biz onun yanındayıq. Sözdə polun üstü olur, elə deyil. Mesela mənim imkanım olsaydı, indiki milyonçularına yığardım bir yerə və 11 milyonçunu onların gözünün qabağında canlandırardım. Derdim ki, gelin oxşayın da. Qarabağda bir söz var, bir uşaq babasına oxşayanda deyir, oxşayır ya oxşamışına.
İndi havada oxşamağa yer var da, var o milletin halına ki oxşamağa yeri yoktur, ünvanı yoktur, yere döyür. Var da, var da. Ne olur? İndi bax, o cür bize, belə deyək, Bakı qoyub gediblər. Nə qədər binalar tikilir. 11 nəfər, elə döyür. Bax, indi elə belə soruşuram, bəs indiki milyonçular nə qoyub gedəcək? Sayı çox olacaq. Amma onu elə özəlləşdiriblər ki, oradan xalqa 1 kvadrat metrdə işlə düşməyəcək. Mənə elə gəlir. Nəysə, çox dərinə getmək olmaz. Çünki burada yerin üstündə havamız gücün çatır. Dərinə getsək havamız çatmaz. Bir dəfə pul yığılmışlar. Musa Ağayev bilir də pulu hara xərcləmək lazım. Gəlirlər ki, sən də pul ver. Gəlirlər, sən də pul ver. Bu çıxardır, mən 5 manat zaten ağır bir şey kəsmir də. Belə bir xırda pul verir. Deyirlər, bəs sənin oğlun, məsələn, 100 manat verir. Deyir, onun əvəzinə, mənim dədəm Samançıdır, o milyonçu oğludur. Yəni, bunlar savadlar olmasalar da o ən böyük universitet mənə gəlir ki, həyatın özüdür, həyatın özüdür. Dilarə xanıma da təşəkkür edirəm. Dilarə xanım, birdən sizə elə gələr ki, milyonçu Musa Ağayev ancaq sizin babanızdır. Vicdanınız olsa hamımızın babamızdır. Yəni, milyoner Musa Ağayev, o bir yerdə qalan 10 milyonçu hamısı, bu qabaq çox şaxlı adamlar olurdu. Onlara nə bilim, organizat da verirlər. Bax, o milyonçular hamısı çox şaxlı adamlardır. Hərəsinin 10 milyon belə bir uşağı var. Siz də göstərdiyiniz o səylərə görə sizə təşəkkür edirəm. Həmişə sizə dəstək olmağa hazırıq. Var olasınız, nə bilim, Allah eləsin oxşaya bilək. Valla başqa millətlər gəlib bizimkilərin yaxşılarına oxşaya gedib haralara çıxırlar. Amma biz gözümüzün qabağında oxşamaq istəmirik də. Allah bu milletin könlüne insaf sağ. Teşekkür ederim dikkatinize göre var olsun. Seyran dedem bu ana Serhabet ölüm budur. Milyon ansı yaşlı. İkisi de yaşlı. Ben seçildiği gözündeler. Ben de yeni hastalığı icat etmişim. Ben musiki şurasında Musiman belə bir xəstəliyi var. Mən də Musaman xəstəliyi icat etmişim. Və düşünürəm ki, tək mən yox, bugün burada oturanlar və bu vaxta qədər məni dinləyənlər hamısı Musaman xəstəsidir. Yəni mən tək deyildim, Musaman da hamısı. Sağ olun. Onda bu xəstəlikdən sağalmaq az yaxşıdır. Böyük məmnuniyyətlə sözü professor Vəkil Məmnun. Buyurun. Hörmətli Ədalət müəllim, çox hörmətli tədbir iştirakçıları, bugün Azərbaycan Milli Burjuaziyasının ən görkəmli şəxslərindən biri olan Musa Ağayevi yad edirik. Ağa Musa Ağayev. O sağlığında ağa adını qazanmışdı. Və Azərbaycan Milli Burjuaziyasının formalaşması, yaranması təbii ki, çox çətin və mürəkkəb bir şəraitdə keçmişdir. Uzun müddət və bugün də Azərbaycan Milli Burjuaziyasının tarixi etiraf etməliyik ki, öyrənilməyibdir. Həmin o burjuaziya sinfinə daxil olan Azərbaycanın görkəmli xadimləri haqqında biz yalnız bir neçəsinin adını bilirik. Çox sağ olsun ki, təbii ki, Dilarə xanıma xüsusi təşəkkür düşür ki, o öz babası Musa Ağayev haqqında tədqiqatlar aparıbdır, fəlsəfə doktorluğu, dissertasiyası müdafiə edibdir bu mövzuda və onu Azərbaycan ictimaiyyətinə, Azərbaycan xalqına tanıdıqdır.
sual yaranır. Ne üçün Azərbaycan milli burjuaziyasının tarixi öyrənilməyibdir? Məsələn, Sovet dövründə xüsusilə buna qadağa qoyulubdur. Ədalət müəllim xatırlatdı və ya burada deməli müstəqillik illərində bir Hacı Zeynalabdin Tağıyevin fəaliyyəti ilə bağlı, xeyriyyəçilik fəaliyyəti ilə bağlı əsərlər yazılıb, kitablar yazılıbdır. Vaxtilə onun qızı Sara xanım Sarayeva Milli Elmlər Akademiyasının Tarix İnstitutuna gələrdi. Tarix İnstitutunun direktor müavini vardı, Mahmud İsmailov. Onun yanına gələrdi, əlində bir meşin çanta var idi. O, deməli, atasına məxsus sənədləri gəzdirirdi və qapı-qapı gəzib xahiş eləyirdi ki, onun babasını da tarixə salsınlar, yad eləsinlər, amma heç kim ona yaxın durmurdu. Ancaq müstəqillik illərində Mahmud İsmailov sağ olsun bir El Atası adlı bir kitab yazdı və Hacı Zeynalabdin Tağıyevi deməli Azərbaycan ictimaiyyətinə daha geniş şəkildə tanıtdı. Nəyə görə öyrənilmirdi milli burjuaziyanın tarixi? Çünki Sovet dönemində tarix elmində belə bir tezis var idi ki, Azərbaycanda ümumiyyətlə kapitalizm cəmiyyəti mövcud olmayıbdır, formalaşmayıbdır. Azərbaycan feodal, patriarxal bir ölkə olubdur, Bakını çıxmaq şərti ilə. Bakını o kontekstdən çıxardırdılar və Azərbaycanın feodal, patriarxal bir ölkə kimi qələmə verirdilər. Nə məqsədlə bu edilirdi? Çünki Azərbaycan millətinin formalaşmasını şübhə altına alırdılar. Millətin formalaşması kapitalizm cəmiyyətinin məhsuludur və Azərbaycanda kapitalizm cəmiyyətinin formalaşmasını inkar etməklə Azərbaycan millətinin formalaşmasını da inkar edirdilər ki, bu millət bir millət kimi formalaşmıyordur. Ancaq sonraki dövrlərdə aparılan tədqiqatlar göstərdi ki, Azərbaycanda kapitalizm cəmiyyəti çox geniş, əhatəli formada inkişaf edibdir. 19-cu əsrin deməli 30-cu illərindən başlayaraq Azərbaycan da kapitalist inkişaf yoluna daxil olubdur və Azərbaycanın milli burjuaziyası formalaşıbdır və o burjuaziyanın görkəmli nümayəndələri də Azərbaycan tarixində özünə məxsus yer tutublar. Kimlərin adı tarixdə qalıb? Onlar tarixdə qalan və bugün xalqın, millətin yaddaşında yaşayanlar o sərvətlərinin və pullarının miqdarına görə deyil, ona görə qalmıyorlar xalqın, millətin yaddaşında və bugün də onlar yad edilir. Onların gördüyü xeyriyyəçilik fəaliyyətinə görə, əməllərinə görə, yadda qalan işlərinə görə bugün millətin yaddaşında qorunub saxlanılırlar, bugün onlar yad edilir və xalqımız yaşadıqca, durduqca onlar həmişə yad ediləcəklər. Musa Nağıyev kimi. Musa Nağıyev deməli adi bir ailədən çıxmış, kasıb bir ailədən çıxmış, belə deyək, hamballıq yolu ilə, öz ağır zəhməti yolu ilə gəlib milyonçu olmuş bir şəxs idi. Azərbaycan milli burjuaziyasının görkəmli nümayəndələri olan şəxslərin bəxti mi gətirmişdi, onlar milyonçu olmuşdular? Yox, bu təkcə bəxt məsələsi deyil. Hacı Zeynalabdin Tağıyevində, Musa Nağıyevində tərcümə halının öyrənilməsi göstərir ki, onlar hər birisi ağır zəhmət, içi ağılları sayəsində, gərgin fəaliyyətləri sayəsində gəlib o mərhələyə çatıblar. Və Musa Nağıyevin özü də o vaxt ki, yaşadığı dövrdə Rusiya cəmiyyətində, o cümlədən Azərbaycanda da ən ədalətli insan kimi deməli, şöhrət qazanmışdı. Ona görə də onun özünü də bir çox işlərə cəlb edirdilər. Məsələn, 1907-ci ildə
Dövlət Bankının Bakı şöbəsinin hesaba alma və borc şöbəsinin başçısı təyin edilmişdir. İşə, öz işinə, sahibkarlıq fəaliyyətinə vicdanla, ədalətlə yanaşdığına görə. 1900-cü ildə Bakı neft sənayesində fəaliyyət göstərən 167 şirkət qeydə alınmışdır. Bu 167 şirkətin içərisində Azərbaycan milli burjuaziyasını təmsil edənlər, yəni Azərbaycanlılar 49 nəfər təşkil edir. Erməni millətindən olanlar 55 nəfər idi. Qalanları isə, yerdə qalanlar isə Qərb kapitalının və Rusiya kapitalının nümayəndələri idilər. Musa Nağıyev də daxil olmaqla Azərbaycan burjuaziyasının nümayəndələri o dövrdə həm Rus kapitali, həm erməni kapitali, həm də Qərb kapitali ilə kəskin rəqabət şəraitində var dövlət qazanmağa və neft milyonçusu olmağa səviyyəsinə Musa Nağıyev gəlib çatılır. 1900-cü il rəqəmlərinə biz diqqət yetirsək, 167 şirkətdən 13 ən iri şirkət bütün çıxarılan neftin 67,7%-ni verirdi. Onların hər birisi 10 milyon putdan artıq neft çıxarırdı. Azərbaycan milyonçuları o sıraya daxil deyildilər. 5 milyon putdan 10 milyon puta qədər neft çıxaranların içərisinə isə Azərbaycandan cəmi 2 milyonçu daxil idi. Biri Musa Nağıyev idi, 7,5 milyon put neft istehsal edirdi hər il. Biri isə Şəmsi Əsədullayev idi, 7,2 milyon put da o neft istehsal edirdi. Eyni zamanda neft ayırma sənayesində də Musa Nağıyev eyni zamanda ilk ağ neft istehsal edən zavod tikdirənlərdən biri olubdur. Həmin sırada da Musa Nağıyev ən ön sıralarda olan şəxslərdən biri olubdur. O da fəaliyyətə təbii ki, burada söhbət getdi, danışıldı, o təkrar eləməyəcəm onları. 1872-ci ildə neft sənayesində iltizam sistemi ləğv olandan sonra Musa Nağıyev də deməli neftli torpaq alır, fəaliyyətə başlayır və az keçmədən deməli dövrün ən iri neft milyonçularının birinə çevrilir. 1879-cu ildə onun kapitalının həcmi 30.000 rubla bərabər idisə, 1907-ci ildə artıq o 32 milyon rubl vəsaitə sahib idi və ən iri neft milyonçularından birinə çevrilmişdir. Ancaq bir daha qayıdıram bu fikrə ki, bu Azərbaycan tarixində qalmış neft milyonçularının təkcə puluna, sərvətinə görə tarixdə qalmayıbdır. Onlar böyük xeyriyyətçilik fəaliyyəti ilə məşğul oldular. Və Azərbaycan milli burjuaziyasına daxil olan şəxslərin çoxu üçün xarakteri qaldı ki, onlar kasıbçılıqdan öz zəhmətləri hesabına gəlib o milyonlara sahib oldular. Yəni, və bunu heç vaxtda unutmayıblar. Musa Nağıyev haqqında danışıldı və o tikdirdiyi binaların üzərində Dilara xanım daha gözəl bilir. O hambal şələsi ki var idi, onun emblemini binaların üzərinə vurmuşdu və Dilara xanım da çox sağ olsun ki, həmin o deməli daş lövhə emblemi özünün təşkilatının möhrünə çeviribdir və onu yaşadır. Və o binaların üzərində təbii ki, M hərfi də yazıldı. Musa Nağıyev 98 deməli bina tikdirmişdi. O həm də bir şey deyim ki, Musa Nağıyev o Bəhai təşkilatı vardı, onun üzvü olubdu. İnanırdı ki, o ölümsüz olacaq, ən azı 100 il yaşayacaq və 100 bina tikdirmək istəyirdi, amma 98 bina tikdirdi. Bakıda təbii ki, ən çox bina tikdirənlərdən biri məhz Musa Nağıyev olubdur. Təkcə bina tikdirməklə kifayətlənməyibdir. Onun fəaliyyəti çox genişdir. Dilara xanımın kitabında o barədə çox geniş məlumatlar verilibdir. Xeyriyyətçilik tədbirlərində həmişə Musa Nağıyev çox fəal şəkildə iştirak edibdir. Xeyriyyə tədbirlərində ən çox ianə verənlər Hacı Zeynalabdin Tağıyev, Musa
Musa Nağıyev və digər milyonçular olublar. Teatr tamaşalarının qoyulmasında həmişə Musa Nağıyev iştirak edibdir. Xalqın maariflənməsində və s. onların çox deməli böyük xidmətləri olub. Təbii ki, ona görə də həmin şəxslər Azərbaycan deməli tarixində qalıblar və bugün də onlar yad edilir. Mən istərdim ki, burada yekunlaşdırıram. Hacı Zeynalabdin Tağıyevin 1908-ci il fevralın 12-sində Təzə Həyat qəzetində nəşr etdirdiyi mənim təcrübəmdən məqaləsindən bir hissəni oxumaq istəyirəm. Bu, elə Musa Nağıyevə də xas olan bir şeydir. O yazırdı, orada müsahibədə təbii ki, jurnalist götürüb yazırdı. Çünki bunların əksəriyyəti doğrudan da elmi savadları yox idi. Ancaq çox böyük ağıl sahibidirlər. Yazırdı orada, yazılırdı. Kasıb olduqları üçün atamdan və anamdan məhəbbət və nəvazişdən başqa bir şey görməmişəm. Və indiki vəziyyətimə görə bu məhəbbətə və nəvazişə borcluyam. Xoşbaxtlığım mıdır, yoxsa Allahın vergisidir deyə bilmərəm, nə ilə bağlayım. Lakin mənim ən çox sevdiyim iş, mənim sənaye işimlə yanaşı, mən belə hesab edirəm ki, bundan da artıq məni öz xalqımın məsələləri, onun gələcək xoşbəxtliyi və həyatının davamı məşğul edir. Bu məqsədə nail olmaq üçün mən belə hesab edirəm ki, xalqımın tərbiyəsi və maariflənməsi lazımdır. Xalqımın maariflənməsi və tərbiyələnməsi zəruriyyətini görərək, mən çatana qədər kömək etməkdən çəkinmədim. Musa vaxtı ilə Hacı Zeynalabdin Tağıyev demişdi. Musa Nağıyev də bu yolun yolcusu idi və onun qoyub getdiyi bugünkü UNİK-in binası, yəni təhsil ocağı kimi əsası qoyulmuş bu bina da onu göstərir ki, Musa Nağıyev də Azərbaycan xalqının təhsili, maariflənməsi üçün öz vəsaitini əsirgəməkdir. Çox sağ olun, təşəkkür ederim. Teşekkür ederim. Sağ olun. Ve Musa Nağıyev'in nəvəsi Xanım Gülərə Nağıyevanı dinləyək. Buyurun. Hoş geldin hamımıza. Evvela dərin təşəkkürümü bildirirəm hər birimizə. Ədalət mənim. Siz böyük qəhrəmanlıq kəşf etdiniz bugün. Mənim bu zalda, bu binada görüş təşkil etdiniz. Bunun üçün mən sizə minnətdaram. Çünki həm vətəndaşlıq borcunu yerinə yetirmişsiniz. Amma mən onun daşıyıcısıyım, Nağıyev çərçivəsinin daşıyıcısıyım. Ona görə mənim burada olmağım mənim üçün dünyadır. Mən həmişə deyirəm, Zeynəb xanlarımı oxuyam ki, mən dünyanın xoşbəxtiyəm. Ona görə ki, onun binalarını, 98 binasını 81-dən sıralamışam bu vaxta qədər və bu yaxınlarda 82-ci binasını tapmışam. Və hamısını bütün kitablarımda göstərirəm. Çünki Manaf Süleymanov, Allah rəhmət eləsin, bir kəlməsiylə Simicli deyənə bütün onun taleyini bütçələmişdi. Mən bunu açıq demişəm, hər yerdə informasiyada vermişəm. Xəsisdir demişdi. Ondan sonra sıraladıqları mənimlə gəldi heçdir. Ona görə ki, o kəlmə Sovetin dövrü 70 il dövründə sağ qulağdan girib sol qulağda probka olaraq qalmışdı, tıxac yaratmışdı. Və mən bu 35 ildə, 85 ildə, 35 ildə bu yolda sərf etdiyimlə əlaqədar bərabər onun xeyriyyəçiliklərini bir-bir açdıqca özüm xəcalət çəkdim ki, ne üçün mənim xalqım belə oldu? Onu vaxtında aşkarlamayıb, vaxtında deməyib ki, 98 bina mənə elə gəlir ki, dünya miqyasında heç kəs tikdirməyibdi. Bunu deyirlər alıb. Bəli, qumarxanalarda gedib oturub onun xüsusi ofisləri olub hər bir qumarxanada. Eş işlərlə məşğul olan qumar oynayanlar, üzü istəyirəm bu qızışanın vaxtı, gəlirlər ki, ağa Musa, binanı satıram, neçədir satırsan? 100 minə. Qəşəng bina olub, amma 50% deyib. Deyib, mən o binaya heç 30 min də vermərəm. Axırı 30 minə satdırıb,
aldırıb onu. Çünki o qumara gedir, amma bu isə özünə daş alıbdı. O binaları elə sayını artırdıqca belə bir vaxt olub ki, həmin qumarbaz üzr istəyirəm bu sözümə görə gedib udub həmin pula deyib, Musa pulun 50 yüngül oldu, gəlib 30 minlik bina deyir, nə bina deyir, mən satayım, mən onu 150 minə satıram. Və belə çox ağıllı adam olub. O həddən artıq ağıllı adam olubdu. Bəlkə mən də dedi, siz də qeyd etdiniz ki, savad görməyiblər, amma hər bir savadlıdan savadlı adımlar olubdu. Mən bu ağzalda, bu onun tikdirdiyi binada özümü o qədər rahat hiss edirəm ki, Ədalət müəllim, sizə sonsuz təşəkkürlərimi bildirirəm. Ona görə ki, mən binaların hamısında gezmişəm, mənim burada oturan dostlarımın rəfiqələri bilirlər. Hər bir tədbiri, hər bir binasında bilirəm. Filmlərimi binalarında çəkdirirəm ki, bu insanlar bilsin, tanısın, bilsin və beynimizə həkk olsun ki, o xəsistir kəlməsinə mən böyük bir şüar yaratdım. Pul qazanmaq igidlik, onu əldə saxlama bilmək, bacarıq, ondan düzgün istifadə etmək istedad tələb edir. Yəni bu üç məxsusiyyət Musa Nağıyeva aiddir. Çünki o həqiqətən pulu bilib hara xərcləsin. Bəs nə üçün demirlər ki, Musa Nağıyev o vaxt çətin dövrdə, çətin vaxtlarda hansı ki 3 manatı borc vermək çətin olub, 35 nəfərin kasıb ailənin başçısını Kərbəlada dəfn etdirməyə öz üzərinə götürübdü. Amma özünə Kərbəla qismət olmadı. Bilirsiniz ki, onun 4 dəfə qəbri dəyişdirib, 4-cünü mən dəyişdirdim icra hakimiyyətinin köməyi ilə, Binəqədi icra hakimiyyətinin köməyi ilə, onda İlham Nadirov'da orada sədr. Onun köməyi ilə mən yer aldım, 4-cü qəbristanlıqda, Biləcəridə, vətənində, ata-ana torpağında. Orada girəcəkdə onu dəfnə qətirdim və mənim eşqimə o qədər mən bilirəm ki, siz də məni bu il sevəcəksiniz, sevdiniz və bu zaman xəstəliyinə tutulacaqsınız, bunu 100% əminəm. Və mənim eşqimə icra hakimiyyəti orada onun üzərində xeyriyyəçi tapdı, xeyriyyəçilər İsmailiyyə monumentini onun qəbrinin üzərinə qoydular ki, oğlu ona çatdırırlar. O əgər İsmail'a çata bilməyibsə, oğlunu ona çatdırırlar və hayır ki, millətimiz biraz qiymət verməkdən biraz sivicik və o monument biraz söküntü hala salınmışdı İsmailiyyə binası üzərindəki və 2015-ci ildə onda Xəlidin müəllim idi, icra hakimiyyəti Binəqədidə. O məni çağırtırdı, həmişə bir-birimizlə görüşlərimiz çox olmuşdu. Çağırtırdı, mən dedi ki, mən istəyirəm onun üzərində büstünü qoyum. Bu mənim üçün, mən elə bilirəm, o heykəl mənim üçün qoyulur. Mən ora gedəndə, hər il martın 4-də artıq 35 ildir ki, mənim ətrafımdakılar 30-40 nəfər gedirik, orada ziyarətini edirik və mənə də gəlir ki, onlar mənim ziyarətimə gəlirlər. Çünki bu mənim əməyimin, bu mənim döyənəklərimin, vaxtında Musa Nağıyev 11 yaşında çəkməsiz Biləcərdən limana gedib yük daşıyanda hambal palanının üzərinə 16 kiloda yük qoyub, 32 kilogram yükün altında əzilmədirsə, mən də əzilmədim, 35 ildə başardığımı elədim. Ən əsası 11 kitab yazdım. Bəkir mənim təşəkkür edirəm kitablarını oxuduğunuza görə və bu kitablarda hissə nə tapdımsa xalqıma çatdırdım. Çatdırdım ona görə ki, həyat qısadır. Nə bilim, sabah mənim başıma nə olacaq, nə gələcək. 15 il ipoteka götürmüşəm, cəmaat pul götürür, bankdan nəsə götürür. Mən 15 il bankdan ipoteka götürmüşəm, ömür ipotekası. Yəni istəyirəm, mən də babam kimi 100 yaşayım. Allahdan asıldı, əlbəttə bunu məzə üçün deyirəm. Nə qədər yaşasam, bu yolda o qədər işlər görmüşəm. Yenə bu işlərə davam edəcəyimə özlüyündə və bir bəlkə sizin qarşısında söz verirəm ki, son nəfəsimə qədər, onun son nəfəsi oldu İsmail, bir də Bibeybətdə əlçatmaz körfəzlər olubdu. Onun son nəfəsi o olubdu. Mənim də son nəfəsim Musa olacaq. Təşəkkür edirəm. Kitablarında sizin kitabxana üçün gətirmişəm, 2 kitabı yazmışam. Sizin kitabxana buradadır, orada sifəti görür. Yazmışam, dəstəklərimdə imzada vermişəm. Sağ olun, təşəkkür ederim.
Gəlin, buyurun. Ben onu demedim ki, onlar demedim. Cənab Prezident'le çok güzel karşılığı. Hiç kes belki 3 tane Cənab Prezident'le görüşmüş, biliyor cümlesinden biri. Ben 3 tane Cənab Prezident'le hemen Cənablarla görüşmüşüm ve 2010 yılda üniversitenin 80 ilinde bana ev verip Cənab Prezident bu binada oturanda ben buraya gelmişim onu görüşümden sonra bana terakki medalı verildi ve bu terakki medalını Allah'ım karşılığında bu terakki medalını benim Sinan'a Ehliman Emre Aslan'ın yanında Anadolu'muz akademik tutarken 19. kitab üzerinde dedim ki burada ben size 82 yaşında ben disertasını da vermişim. Belki benim çok tanıştı. 12 yıl ben duymamışlar disertasını da verirken ama bu sanayi var. Benim xeyriyyəçiliyi, ictimai fəaliyyətindən sərgərlidir. Axırı A.M.4'də getdi mənim disertasiyam. Ona görə mən indi xalqımdan, sizlərdən xahiş edirəm ki, danışanda Ağa Musa, Ağa onun adıdır. Bunu boyu o qısma geçdim. Əhliman mənim bəqdir, bu axırıncı kitabdır. Bu axırıncıdır. Həqiqətən o gün onu aparıb bu kitabı da vermişim, deyirəm, mən sizə söz vermişdim. 10-cu kitabı da verəcəm. Yəni, Cənab Prezident'dən mən diqqət görmüşüm, Əhliman xanımın diqqətini görmüşəm, xanımın diqqətini görmüşəm və ən əsası da budur ki, Türkiyədə onun xeyriyyəçiliklərini mən açıb sadalayanda mən Türkiyə çağırdım və Ankara uluslararası Qızıl Ulduz medalını da orada almışam. Təşəkkür ederim. Çox sağ olun, Dilarə xanım. Bir də yaxşı görüş oldu, yaşımız açıq oldu. Ruhumuz biraz incəldi. Özümüzü sanki borcumuzun bir hissəsini sanki onu yedirmək istəyirəm ki, Azərbaycanda hər zaman istər Ulu Öndərin rəhbərliyi gördüyündə, istər Cənab Prezidentin prezidentliyi gördüyündə Azərbaycan tarixini çox ciddi diqqət ayırır. Və Azərbaycan o zamanki milyonçuların Azərbaycanımıza xatirə qoyduğu tarixi binaların qorunması da həm Ulu Öndərin, həm İlham Əliyev cənablarının prezidentlik dövründə həmişə prioritet keçirdik və məhz onun nəticəsidir ki, bugün bu binaları biz ilkin variantda seyr edə bilirik, nəsildən nəsilə ötürülür. Mən sizə bir məlumatı deyim ki, Nobel fondunun vəsaiti təqribən 13% müəyyən mənbələrdə rəqəm dəyişir, Bakı neftinin hesabına qoyulmuşdur. Ən azı bu 10,16% ətrafında söhbətlər gedir ki, Nobel fondunun vəsaiti Bakı neftinin hesabına qoyulmuşdur. Biz 2 dəfə Nobel komitəsinə universitet olaraq müraciət etmişdik ki, Nobel fondunun vəsaitinin müəyyən hissəsi Bakı nefti hesabına formalaşdırır üçün biz də İqtisad Universiteti olduğumuzu nəzərə alaraq iqtisadiyyat üzrə Nobel mükafatı təqdim olunma mərasiminə İqtisad Universitetinin nümayəndəsini dəvət etdik. Biz 2 dəfə müraciət etmişdik, hələ heç bir müraciətimizə cavab almamışıq. İndi biz 3-cü dəfə müraciətimizi hazırlayırıq. Düşünürük ki, burada 3-cü dəfə məktubda Azərbaycanın görkəmli alimlərinin də oraya imzasını əlavə edək. Burada bizim məqsədimiz var. Bizim məqsədimiz odur ki, o auditoriyaya biz çıxış əldə edək. O auditoriya çıxış əldə etdikdən sonra düşünürəm ki, biz orada Azərbaycan haqqında, bütövlükdə Azərbaycanın bir millət olaraq kəsrə verdiyi diqqət haqqında, Azərbaycanın milyonçuları haqqında və s. bir məlumat vermək imkanımız olacaq. Düşünürəm ki, gec-tez biz bu məqsədimizə nail olacağıq. Bütün hallarda bizim bu müraciətimizi arxasında dayanan o əsasla belə Ağamusa Nağıyev kimi şəxslərin Azərbaycan üçün etdiklərini biz qürurlu, sözün doğrusu bir millət olaraq təkcə keçmişdə yox, indi də biliriz. Ona görə də biz Azərbaycan millətinin nə qədər yüksək zirvədə olduğunu mənə elə gəlir ki, Seyran mənə tamamlaya bilmir.
belə də narazı notlar da səsləndi, sizin də çıxışınızda, Dilarə xanımın da çıxışında, amma mən burada sizdən fərqli düşünürəm. Azərbaycan xalqı həqiqətən milləti bölüşmürlər. Ola bilsin ki, kimsə var millətin içində bizi qane etmir, amma bütövlükdə bu millət bölüşmür. Vallahi, billah, dünyanı gəzirik, görürük. Bizdən yoxdur. Bizim millətdən yoxdur, seyrandır. Və belə gözəl, belə hər baxımdan mədəni, dünya görüşlü, belə özün müasir apara bilən, dostluğa möhkəm, sədaqətli, qorxmaz, belə ikinci millət yoxdur. Və ona görə də biraz problem var. Maksat ayınları gelen kimi genealoji çürüyorlar zararı. Olmayacaq, heç vaxt olmayacaq. Çünki bir dəfə məncə Cənab Prezident nidanı elə vurub ki, artıq geriyə qoyur. Erməni bağışlamaq olmaz, o artıq bizim qan düşmənimizdir. Ona görə də biz öz yolumuza gedəcəyik və bir daha Allah Musa Nağıyevə rəhmət eləsin və düşünürəm ki, belə şəxsiyyət bizlər üçün böyük bir nümunədir. Biz örnək götürük. Vacib deyək ki, qiymət kəsin, daşdan, biz başqa cür qiymət işirik, təhsil sayəsində, elmi sayəsində. Bizim də gördüyümüz işlər, yaxşı işlər olduğu halda, onlar da tarixdə biz iz qoya bilir. Azərbaycanın hər hansı bir universiteti, dünya səviyyələr universitet sırasında göründüyü halda mən düşünürəm ki, bu xeyriyyətçilikdən də az bir effektiv yoxdur. Ola bilsin, hətta daha çox. Ona görə də biz universitet olaraq, mən bu haqda dəfələrlə demişəm, Seyran müəllim, inşallah bizim yaxınlarda böyük bir müzakirəmiz olacaq. Böyük şəxsiyyətləri təhsil yetişdirə bilməz, heç vaxt yetişdirir. Böyük şəxsiyyətləri elm yetişdirə bilmir. Böyük şəxsiyyətləri ancaq mədəniyyət yetişdirir. Çünki mədəniyyətdə əxlaq var, mədəniyyətdə mənəviyyət var, mədəniyyətdə hər şey var. Və ona görə də biz mədəniyyəti təhsilə, elmə inteqrasiya etməliyik. Şəxsiyyəti də orada yetişdirməliyik. Və düşünürəm ki, Ağamusan Nağıyevin bugün müzakirə etdiyimiz o xarakteri, keyfiyyətləri məsələ o nümunədir ki, prosesə inteqrasiya etməliyik. Bax, gör. Mən bir daha sizə təşəkkür edirəm. Çox yaxşı nəvəsiniz, çox yaxşı nəvəsiniz. Düşünürəm ki, Ağamusan Nağıyev sağ olsaydı, sizi dünyadan çox sevdim. Həqiqətən. Mən hər birinizə təşəkkür edirəm. Məruzəçilərə aid təşəkkür edirəm. Sağ olun, var olun. Siz de